Birinci sualda bizə ümumi tənliklər sistemidir. İndi buradan baxa bilərik. Məsəl üçün sizə əvvəlki misallara aid nümunə deyirəm. Bu x olanda, bu da 2x olanda biz yuxarını da 2-yə vururduq. Deyirdik bu da 2x olsun və biz bunları çıxanda 0 qalsın. Dəyişənin bir dənə qalsın. Aydındır. İndi eyni əməliyyatı burada da edəcəm. Baxın, yuxarı a bölü 3-dür. Aşağı a bölü 6-dır. Baxın, mən bunu 2-yə vuranda 6 ilə 2 ixtisar edir. Məxrəs nə qalır? 3 qalır. Baxın, a bölü 3, bu da oldu a bölü 3. Deməli, aşağıdakı tənliyin hər tərəfini 2-yə vurmaq lazım imiş. İndi yuxarıya heç nə etmirəm. Diqqətlə baxın, yuxarıdakı tənliyə heç nə etmirəm. Aşağıdakı tənliyi 2-yə vururam. Bir daha göstərirəm. Baxın, 2-yə vuranda 6 ilə 2 ixtisar edir. Burada qalır a bölü 3. Yəni, burada qaldı a bölü 3 üstə gəlinsin. 2-yə vuranda onu 2-yə vuracam da. Aydındır, olacaq 20 bölünsün b. Bərabərdir. Mənfi içində 2-yə vuracam. Buraya yazacaq mənfi 4. Birdən çaşarsınız. Məsəl üçün 5-də 4 vuraq 2. Yadınızda saxlayın. Qabaqdakı ədəd surətə vurulur. Məxrəslə yalnız ixtisar aparmaq olar. İxtisar getmirsə surətə vurun, qutardı getdi. Yəni, bayaq da belə etdim. Birdən qaranlıq olur. İndi bunu alaq sistemə. Gəlin bu sistem tənliyi alt-alta çıxaq. Çıxanda a bölü 3-lər getdi 0-a. Yaxşı, bəs bunlar getdi. Nə qaldı? Qaldı yuxarıda mənfi 4 bölü b çıxılsın. Qaldı 20 bölünsün b. Bu da bərabərdir 2 çıx mənfi 4. İstəyirsiniz burada da göstərək. 2 çıx mənfi 4. 2 mənfi toqquşanda müsbət olacaq bu 6. İndi belə eləyək, məxrəslərimiz eynidir, niyə də rahat hesablamayaq. Məxrəc olduğu kimi qalır, mənfi 4-dən 20-sini çıxanda olacaq mənfi 24, bərabərdə 6-ya. Buradan da b bərabərdir. Mənfi 24-ü nəyə böləndə 6 olar? Mənfi 4-ə. Yəni, tapmaq üçün mənfi 24-ü 6-ya bölürüm də. B-nin cavabı tapıldı mənfi 4. İndi gəlin A-nı tapaq. Sistem tənlikdə B-nin yerinə mənfi 4 qoyub A-nı tapmalıyam. Gəlin baxaq. Məsəl üçün, gəlin, bax bu yuxarıda B-nin yerinə mənfi 4-ü qoyaq. Yuxarıdan yazıram, A böl 3-ə dəymirəm. Baxın, B-nin yerinə mənfi 4 qoyun. 4-ü mənfi 4-ə bölsə mənfi 1. Bu mənfi ilə də toqquşub olacaq müsbət 1. Və bunun cavabı bizdə 2-dir. Düzdür, və salam, bunu həll eləyəcək. A böl 3 bərabərdir. Müsbət 1 bu yana keçsin. 2-dən 1-in çıxdım 1. Nəyi 3-ə böləndə cavab 1 olur? Elə 3-ü. Çünki 3-ü 1-ə vurursa bunu tapanda. O zaman A-nın cavabı 3, B-nin cavabı mənfi 4. Bizdən soruşur A vur B. Mənfi 3-ü də müsbət 3-ü də mənfi 4-ə vursam cavab olar mənfi 12. Yəni D variantı. Belə bir məsələ. Davam eləyək növbəti fərqli sual tipi ilə. Bunun oxşarını mütləq işləmək lazımdır. İndi baxaq növbəti sual tipinə. Məsəl üçün 3-cü sual tipinə baxaq. Burada belə eləyək də. Gəlin bunu ortaq məxrəcə gətirək. X-dən Y-ə ortaq məxrəc nədir? Elə X vurulsun Y-dir. Məxrəci Y olan kəsir X-ə vurulur. Məxrəci X olan kəsir Y-ə vurulur. O zaman bu sürəti nə olacaq? X vur X. X kvadrat. Bəs bunun sürəti nə olacaq? Y vur Y, Y-in kvadratı. Bərabərdir, cavabı da bizə verilib də 15-də 34 gördüyüm qədərilə. Və baxın, bizə altda deyir ki, X kvadrat üstəcə Y kvadratının cavabı 34-dür. O zaman bunun cavabı var da. Bunun yerinə 34 yazım. Bölünsün, məxrəc olduğu kimi qalır. Bərabərdir, cavabı 15-də 34 bizə verilibdir. İndi burada baxıram, kəsirlər bir-birinə bərabərdir. Buradan da əgər kəsirlər bir-birinə bərabərdirsə, surətlər eynidirsə, məxrəslər də eyni olmalıdır. 34-lər eynidir. O zaman buradan x, y-in də elə cavabı birbaşa görsənir nə olacaq? 15 olacaq. Bizdən x, y soruşur, onda cavabı 15 olacaq. A variantı olmalıdır. Belə bir sual. Sonra davam edək. Yenə 4 bunun eynisidir. Mən indi baxacam 5-ci sual tipinə. 5-ci sualda nə edə bilərəm? Gəlin aşağıdan ortaq vuruq çıxardaq. Baxın, x, y-i çıxarda bilərəm aşağıdan. İndi x, y-i çıxartdım. Burada x-in kvadratdır, x-in bir dənəsi qaldı. Bəs burada y-in kvadratdır, axı bir dənəsi qaldı. Və bunun cavabı bizə 16 verilib. İndi baxın, x, y-in qiyməti var axı əlimdə. Qiyməti 4-dür. Buraya yazıram 4 vur x plus y bərabərdir 16. Buradan da x plus y-in cavabını tapanda 16-nı böləcəm 4-ə. Bu da bizə 4 verəcək. İndi gəlin belə yazaq. Bizə x vur y-in cavabını, baxın, misal verib 4.
X üstəgəl y-i də mən tapdım 4. İndi siz fikirləşməlisiniz. Hansı ədədlərdir? Toplayanda da 4, vuranda da 4. Ağlıma ilk gələn ədəd 2 ilə 2-dir da. 2-ni 2-yə vuranda da 4, 2 ilə 2-ni toplayanda da 4 eləyir. Düzdür? Vəssalam. O zaman x-im 2-dir, y-im də 2-dir. Gətirib yerinə yazsam. X-im 2-dir, 2-nin kvadratı 4, y-imi də 2 almışam. Bizə də bunları topla. Bunun da cavabı olar 6. 6 da bizdə A variantında cavabımız verilibdir. Davam eləyək.